Yəni milləti yalın günün günorta çağı, hətta belə deyim də Azərbaycanı o günə qoymuşdular ki, bizim əziz mömin qardaşımız bir özü iştirak elədiyi, şahidi olduğu mövzunu danışdı. Biz dünyaya səs salmağa bir vəsiləmiz olmayıb. Məsələn, bir cihaz, bir qurum olsun, nəsə olsun olmayıb. Bir gəmi ilə səs salınıb ki, nə hansı gəmi? Sabit Oruz vardı. O gəmi ilə səs salınıb dünyaya ki, bizi qırırlar. 40 dənə dövlətdən cavab gəldi. Yəni, necə deyim, imtahandır, gəlib araşdıra da bilərdilər, görə də bilərdilər. Hətta Moskvada, yəni o deyəsən yazıda da var ki, Şiyə qiyamı. Belə ya, belə. Dərhal dinlə bağlayıblar. Bakıda Şiyə qiyamıdır, qiyam qaldırıblar Rus imperiyasına qarşı. Onu əskərlər neyniyib? Yatırıb. Diqqət edin, cəmaatın Şiə olması onların özü üçün bir nədir? İmtihandır. İmtihandır ki, sən Şiəsən deyə səni neynirik? Öldürürük. Şiə qiyamıdır, ona görə yatırdırıq. Deməli, Allahın iki iradəsi var. Bir iradəsi yüsür istəyir, üsür istəmir. Digər iradəsi imtihan istəyir. Və imtihanda da yalnız nə olur? Nə olur? Şirin olur ya acı? İmtihan hər dəfə acı olur. Deməli, Allah Taalanı belə tanıtdıracaq. Allah şirin də istəyir, acı da istəyir. Allah bəndəsi üçün rahatlıq da istəyir, narahatlıq da istəyir. Bəs Allah narahatlığı niyə istəyir axı? İmtihan. İmtihan verməsəm olmaz? Xeyr. İmtihan verməsin, sənlə qoyunun fərqi yoxdur. Sənlə inəyin nədir? Fərqi yoxdur. Sənlə ilbizin fərqi yoxdur. Sən imtihan verib cənnət qazanacaqsan. Əgər qoyun kimi, inək kimi yeyib, içib, torpağa qarışmaq istəyirsənsə, zaten elə də nədir? Olacaq. Allaha and verirəm İzzət Cəlalına xatir, o məzlum insanlar ki, yer kürəsində zalimlərin zülmünə mübtəla olublar və Allahın bu ağır sınağında olublar, Allah Taala onların qiyamət günündə əcrin bol eləsin, peyğəmbərlərlə məhşur eləsin, həmən o soyqırım törədən zalimlərə Allah lənət eləsin, Allah Taala özü hövlü qüvvəsi ilə imtihanlarımızı yüngül qərar versin və dünya və axirətimizi abad eləsin, xəstələrə şəfa versin, qazilərə şəfa versin, dünyasını dəyişmiş əzizlərimiz, atalar, analar var, Allah Taala onları da qəriqi rəhmət eləsin, bütün şəhidlərimizin nami əməlinə Əl-Fatihə mə'əs salavat.